Deyirlər, kitabxana universitetin ürəyidir. Amma indi bu ürəyin ritmi dəyişib. Əvvəl səssizlik idi, indi isə rəqəmsal kliklər. Kitabxana sadəcə tozlu kitab rəflərindən ibarət deyil. O həm də tələbənin beyninə açılan shortcutdır. Bugünkü sualımız budur. Kitabxana hələ də öz səssizliyini qoruyur, yoxsa indi orada daha çox Wi-Fi parolu soruşulur? Bumerang başladı, suallar atılır, bəzən cavabla qayıdır, bəzən isə sitatla. Bugün studiyamızda Universitetin Bilik Bankının meneceri var. O, kitabların, məqalələrin, elektron bazaların qoruyucusudur. Yəni bir sözlə desək, Universitetin Bilik Bankının açarı onun əlindədir. Xoş gəlmisiniz Səlahiyyət xanım. Çox sağ olun, təşəkkür edirəm Nəzrin xanım. Kitabxana sadəcə kitab yeri deyil, eyni zamanda biliklərin toplandığı və elektron resursların paylaşıldığı bir məkandır. Kitabxana deyəndə tələbələrin ilk reaksiyası nə olur? Sakitlik və nizam, yoxsa burada Wi-Fi var sualı? Hal-hazırda məlumdur ki, kitabxanalar iki formatda və iki kontekstdə fəaliyyət göstərir. Biri ənənəvi klassik kitabxana kimi, digəri isə elektron kitabxana kimi. Elektron kitabxana ilə ənənəvi klassik kitabxanaları bir-birindən fərqləndirən bir çox cəhətlər var. Bunlar əsasən kitabxanaları müasir rəqəmsal texnologiyalarla, infrastruktur və modern üsullarla tətbiqində, eləcə də oxucu tələblərinin artırılmasında, çox funksiyalı informasiya məlumatlarının tələb olunmasında özünü bir daha sübuta verir. Ənənəvi kitabxanalarda, demək, elektron kitabxanalardan fərqli olaraq oxucu fərdi olaraq öz üzərində işləyir. O, kitabxanaya daxil olarkən kitabxana mütəxəssisi ilə əlaqə saxlayır və kitabxana mütəxəssisinin köməyi ilə, dəstəyi ilə kitabların saxlandığı bir məkana, kitab fondlarına müraciət edirlər. Yəni, burada onlar eyni zamanda kitab fondları ilə birlikdə ənənəvi kataloqdan, sistemli kataloqdan, mövzu üzrə kartotekalardan və digər predmet göstəricilərdən istifadə edirlər. Müasir kitabxanalarda isə əsasən elektron kitabxanalar hal-hazırda çoxluq təşkil edir. Məsələn, bizim öz kitabxanamızın nümunəsində mən bunu deyə bilərəm. Bizim kitabxana da elektron kitabxana kimi fəaliyyət göstərir. Kitabxanada bütün üsullar elektronlaşdırılıb və proqram təminatı əsasında oxuculara çatdırılır. Bilik indi internetdə bir kliklə tapılır. Bəs kitabxanalar niyə hələ də vacibdir? Aydın məsələdir. Bugün internetdə bayaq dediyim kimi internetə çıxışı olan bütün kitabxanalarda oxucular bir kliklə informasiya məlumatını əldə edə bilərlər. Amma ortaya belə bir sual çıxır. Bu nə dərəcədə önəmlidir və yaxud da nə dərəcədə etibarlı mənbələrə bu kliklə əldə etmək mümkündür? Mən deyərdim ki, kitabxanalarda bugün qorunub saxlanan istər çap məhsulları, istərsə də arxivləşdirilmiş, rəqəmsallaşdırılmış elektron resurslar hamısı etibarlı mənbələrə söykənilib. Və oxucu burada kitabxanalarda həmin resurslardan istifadə edərkən artıq bilir ki, bu kitablar müəllif hüquqları qorunan bir kitablardır və bundan rahat şəkildə kitabxanada həm kitablardan, resurslardan rahat şəkildə istifadə edəcək, həm də kitabxananın özündə rahat məkan olaraq yüksək şəraitinə vasitəsilə həmin materiallardan istifadə edəcək. Kitabxanaya gələn tələbələrin ən çox axtardığı şey nədir? Dərslik, material, yoxsa sadəcə sakit bir oturacaq? Mən deyərdim ki, kitabxanaya gələn tələbələr hər iki üsuldan istifadə edir. Çünki mən öz kitabxanamızın timsalında deyirəm ki, bizim kitabxanada rahat, sakit güşələr oturacaqla təmin olunur tələbə. Eləcə də bayaq dediyim kimi elektron kitablardan, elektron resurslardan istifadə edir. Ona görə də mən düşünürəm ki, hər iki üsul bizim kitabxanada hər iki üsuldan istifadə eyni dərəcədədir. Elektron kitab bazaları genişlənir. Bəs fiziki kitab hələ də öz əhəmiyyətini qoruyurmu? Müasir demək, kitabxanalarda elektron kitabların, elektron resursların sayı durmadan artır. Mən deyərdim ki, fiziki kitablar da öz aktuallığını qoruyur. Çünki hal-hazırda elə kitablar var ki, heç internetdə tapılmayan bir kitablardır. O fiziki olaraq bizim
kitabxanalarda mövcuddur. Eləcə də elə oxucu var ki, biz ona təqdim edərkən ki, bu kitabın həm elektron, həm çap variantı var. Onların çox hissəsi çap variantına daha çox üstünlük verirlər. Yəni onlar deyirlər ki, biz kitabla təmasda olmaq istəyirik, kitabı vərəqləmək, oxuduğumuz məzmunun sonuna çatmaq istəyirik. Kitabxanaya bəzən bilik ambarda deyirlər. Bəs bu ambarda olduqca kitabxana necə işləyir? Rəflər uzanır, yoxsa bilik daha da sıxlaşır? Bəli, biz bilirik ki, əvvəllər kitabxanalara yüksək tirajla kitablar daxil olurdu və siz deyən kimi rəflərin uzanma prosesinə önəm verilirdi. Amma indi hal-hazırki vəziyyətdə kitablar elektronlaşdığına görə, kitabxanalar elektron olduğuna görə həmin kitablardan fondun zənginləşməsi məqsədi ilə bir neçə nüsxə, çox az sayda 2, 3, 5 nüsxə, bir də kitabın elektron variantını tələb edirik. Elektron variantı tələb edəndən sonra artıq biz elektronlaşma prosesinə aparırıq, kitab elektron kitablar siyahısına daxil edirik. Artıq burada rəf uzanmır, rəfin uzanmasından söhbət edə bilmərik. Burada biliklərin sıxlaşmasından və biliklərin rəqəmsallaşmasından danışa bilərik. Deyirlər ki, bilik sərvətdir. Kitabxana isə universitetin xəzinəsidir. Bəs bu xəzinəyə açar tələbənin həmişə marağında olur, yoxsa sadəcə imtahan mövsümündə? Bəli, bu çox maraqlı bir sualdır. Mən düşünürəm ki, burada oxucunun maraq dairəsi daha önəmlidir. Oxucu imtahan mövsümündə, imtahan ərzində, təqdimatların hazırlanmasında, seminarların keçirilməsində kitabxanada oxucuları daha çox görmək mümkündür. Onlar daha çox dərsliklərə, monoqrafiyalara, elmi jurnallara, elmi kitablara daha çox müraciət edirlər. Digər mövsümlərdə də mən deməzdim ki, ancaq imtahan mövsümündə tələbələr olur. Digər mövsümlərdə də tələbələrə biz hər zaman kitabxana xidməti göstəririk. Bizim nəzdimizdə açıq kitabxana var. Həmin açıq kitabxanada bədii ədəbiyyat yönümlü kitablar yerləşdirmişik. Tələbənin mütaliəyə olan maraqlarının və bədii ədəbiyyata olan maraq dairələrinin genişləndirilməsi üçün biz ora sırf tələbələrin yorğunluğunu çıxarmaları üçün sırf bədii ədəbiyyatlar yerləşdirmişik və ona görə də biz həmişə oxucularla eyni səviyyədə işləyirik. Kitabxanada həmişə sakit olun qaydası var. Amma indi orada tədbirlər, seminarlar keçirilir. Yəni bu qaydanın dəyişməsi deməkdir? Kitabxanalarda demək olar ki, imtahan ərəfəsində sakit, dayan qaydalarına riayət eləmək vacibdir. Çünki tələbə ən azından vaxtını ayırıb imtahana hazırlaşmaq üçün kitabxanaya müraciət edibsə, biz də bu sakitliyi bərpa eləməliyik. Lakin kitabxananın elə tədbirləri var ki, məsələn, kitab təqdimatları keçirilir, kitab müzakirələri, diskussiyalar olur, əlamətlər tarixi günlərlə bağlı kitab sərgiləri olur. İstər-istəməz burada artıq o sakitlik prinsipinə riayət eləmək mümkün deyil. Bəzən deyirlər, kitabxana sadəcə tələbələr üçündür. Bəs müəllimlər, tədqiqatçılar üçün kitabxananın rolu nədən ibarətdir? Bəli, kitabxanalar bütün oxucu kateqoriyaları üçün eyni funksiyanı daşıyır. İstər müəllimə, istər tələbələrə informasiya xidməti göstərir. Bizim kitabxananın bir çox elektron bazalara giriş imkanları var. Bunlardan ən böyük giriş imkanımız olan baza EBSCO Beynəlxalq Nəşriyyat bazasıdır. Həmin bazaya Adensionun bütün professor müəllim heyəti müraciət edir. Orada özlərinə lazım olan ədəbiyyat seçimində oradan istifadə edirlər. Bundan əlavə bizim bir çox elektron bazalara giriş imkanlarımız var. Yəni e-library, Polpred.com, Znanium.com, bunlar ikisi Rusiya Federasiyasının bazalarıdır. Bizim universitetin ixtisas profillərinə uyğun bazalardır. Digər baza isə bir aylıq müddətinə bizə yeni verilib. Amerika Birləşmiş Ştatlarının Orelli məlumat bazasıdır. Həmin bazada sırf kiber təhlükəsizliyi, IT proqramları üzrə və digər sahələr üzrə elektron kitabların cəmləşdiyi bir yerdir. Və bu da kitabxana tərəfindən müəllim, professor müəllim heyəti üçün göstərilən ən böyük elektron resurs xidmətidir. İndi oxumaqla yanaşı, ayrıca kitablara da maraq artıb. Bəs sizcə kitabı oxumaqla dinləmək eyni effekti verir? Mən daha çox üstünlüyü elektron kitabların oxunmasına verərəm. Çünki burada göz yaddaşı önəmli bir
rol oynayır. Biz Amerika Birləşmiş Ştatlarının, yəni O'Reilly kitabxana elektron məlumat bazasına giriş imkanı əldə etmişik bir aylıq. Burada elektron kitablarla yanaşı audio kitablar da çoxluq təşkil edir. Yəni istənilən oxucu həmin bazaya giriş edib audio kitabları dinləmək hüququna malikdirlər. Universitet kitabxanası tələbələr üçün sadəcə məlumat yeri deyil, həm də motivasiya mərkəzi ola bilərmi? Bəli, universitet kitabxanası tələbələr üçün yalnız kitabdan istifadə etmək üçün bir məkan deyil, eyni zamanda elm, təhsil, mədəniyyət və digər mərkəzlər kimi, motivasiya mərkəzləri kimi fəaliyyət göstərir. Biz hal-hazırda bizim kitabxanada bayaq dediyim kimi yaradıcılıq köşələri var. Universitetin tələbələrinin rəsm, vitraj rəsmlərini biz yerləşdirmişik. İstənilən hər bir tələbə gəlib, yəni o baxıb maraq dairəsini genişləndirə bilərlər, bilirlər. Diskussiyalar keçiririk. Yəni müəyyən saatlar ərzində diskussiyalar keçiririk, kitab təqdimatları keçiririk. Kitab təqdimatlarında tələbələr kitab müzakirələri keçirilir. Bu zaman tələbələr bir-birinə öz biliklərini, öyrəndiklərini bir-birinə ötürürlər. Əgər kitabxana bir bumeranq olsaydı, biz ora sual atanda cavab necə qayıdardı? Səhifə kimi, yoxsa fayl kimi? Çox maraqlı bir sualdır. Bəli, kitabxana bir bumeranq olsaydı, ora atılan sualın cavabı səhifə kimi deyil, fayl kimi, həm də PDF formatında geri qayıdardı. Çünki bugün kitabxanalar dayanmadan fondları zənginləşir, resursları zənginləşir, yəni bazalar təkmilləşir və yenilənir və geri qaydanda da yeni təkmilləşmiş variantla geri qayıdır. Təşəkkür edirik Səlahiyyət xanım. Biz bugün kitabxananın sadəcə kitablar saxlanılan yer deyil, həm də biliklə nəfəs alan bir mərkəz olduğunu öyrəndik. Çox sağ olun, dəvətinizə görə təşəkkür edirəm və bugün bir daha əmin olduq ki, həqiqətən də kitabxana universitetin ürəyidir və tələbələrin inkişaf və motivasiya mərkəzidir. Deməli, kitabxana həm yaddaş kartımız, həm də enerji bankımızdır. Çox sağ olun gəldiyiniz üçün. Bugün öyrəndik ki, kitabxana sadəcə səssiz bir zal deyil. O, tələbəyə açılan bilik, informasiya və imkan pəncərəsidir. Bəzən bu cavab kitab səhifəsindən gəlir, bəzən fayldan, bəzən isə kitabxananın özündəki səssizlikdən. Bu dəfə də bumeranq kimi suallara atdıq, cavablar qayıtdı. Ən əsası, daha da səhifələnmiş şəkildə. Görüşənədək. Kitabxana sadəcə tozlu kitab rəflərindən ibarət deyil. Çox sağ olun, mən bugün çaşacağım. Tozlu kitab rəflərindən. İstəyirsən onu təzən deyərək qısaldarıq biraz. Çox sağ olun, getdik. Kitabxana deyəndə tələbələrin... Bu kitabxana elədi ki, onu bir-iki cümlə ilə demək olmurdu. Gərək bunun detalları ilə deyək. Deyirlər ki, bilik sərvətdir. Deyirlər ki, bilik sərvətdir. Kitabxana isə universitetin... Sakitlik düyməsi var orada. Amma orada indi... Çaşdım, bunu təzən verək, bunu təzən deyək. Bəzən bu cavab pəncərəsidir, bəzən bu cavab. Amma elə başa düşürəm, çaşıram axı. Əvvəldə çaşmışdım. Nəzrinə Nərmin nə demişdir? Nərgiz.